havalar isindikcə avtomobillərə ilanların girməsi halları artır. Xüsusilə son hadisələr fonunda bu məsələ ciddi narahatlıq yaradıb. Belə ki, bir neçə gün öncə Bakının Xətai rayonunda ardıcıl olaraq avtomobillərin mühərrik hissəsinə ilan girdiyi barədə məlumatlar paylaşıldı. Qeyd edilir ki, bu həm sürücülər, həm də sərnişinlər üçün təhlükə vəd edir. İlanların avtomobilə girməsinin əsas səbəbləri nələrdir? Bunun qarşısını almaq üçün sürücülərə hansı tədbirlər tövsiyə olunur? Dobalifo Azaddanışa nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, belə hallar adətən istismar dövrünü başa vuran avtomobillərdə müşahidə olunur. Təmir işləri düzgün aparılmır, mühərrik və salon arasında əlaqə doğru qurulmur, yaxud istirahət vaxtı maşının qapısı açıq qalır. Nəticədə ilan və ya həşəratlar avtomobilin salonuna daxil olur. Bu fəsillərdə isti havalarda son dərəcə diqqətli olmaq lazımdır. Salonun qapısı, pəncərəsi mümkün qədər qapalı saxlanılmalıdır. Ekspert hazırki vəziyyətin ciddi problemə çevrildiyini qeyd edilib. Son zamanlarda Bakının mərkəzi küçələrində də ilanlara rast gəlinir. Bu o deməkdir ki, təhlükə hər an qarşımıza çıxa bilər. Xüsusən dağlıq ərazilərdə avtomobildən düşərkən və ya salonda yatarkən qapı və pəncərə bağlı olmalıdır.